Qadın qəhrəman yox, ətirli güldür. Kişi sevmək, qadın isə sevilmək sorağındadır. Demək, qadın üçün gerçək və təbii eşq kişi tərəfindən başlanılmış eşqdir. Yalnız belə bir eşq qadın üçün heç zaman soyumur. Qadın tərəfindən başlanılmış eşq isə kövrək və davamsızdır. Daha geniş məlumat almaq üçün İslamda Qadın Haqları kitabına müraciət edin. Qadınla kişi arasındakı münasibətlərdə qadın üçün fiziki yaxınlıq ləzzəti yox, kişinin qəlbini ram etmək ləzzəti önəmlidir. Başqa sözlə, qadın fiziki ləzzətlərdən daha çox ruhani ləzzətlərdən həzz alır. Kişidə isə əksinədir. Kişidə fiziki ləzzət ruhani ləzzəti üstələyir. Bu səbəbdən də deyirlər ki, kişi qadının cismi, qadın isə kişinin qəlbi sorağındadır. Ər-arvad münasibətlərində əsas nöqtə budur. Qadında özünün nümayiş, dilrubalıq, ram etmə hissinin izharı üçün ideal fitri zəmin var. Qadın bu yolla kişi qəlbini fəth edib onu öz ardınca çəkir. Beləcə anlamaq olur ki, qüdrət təkcə qol gücü demək deyil. Kişi qadından nə qədər güclü olsa da, qadın əsrərəngiz qüvvəsi ilə onu öz qarşısında diz çöktürür, qəlbini özünə əsir edir. İmam Əli əleyhissalamdan nəql olunmuş məşhur bir rəvayətdə deyilir: qadın qəhrəman yox, ətirli güldür. Yəni, qadın fiziki baxımdan kişi qədər güclü olmasa da, ətirli, zərif, gözəl bir güldür və bu səbəbdən də kişini öz məhəbbət toruna sala bilir. Bütün bunları nəzər almaqla qadından kişi kimi hərəkət etməsi tələb olunmamalıdır.